Salam əzizlərdə, hər kəsə xoş gördük. Demək, Bilgəhdə, Bilgəh bağlarında, Albalıda, bax 14 sot həyətyanı sahəsində möhtəşəm belə bir gözəl bağın çəkilişinə gəlmişik. Həyəti bir dənə asta-asta götür. Demək, həyətyanı sahəsini görürsünüz. Maşallah olsun, bir geniş meydançası var. Qapı, pultla, jaluzi, roliklə, hansı ki, burada neçə dənə maşın istəsiniz. Qonağınız var, nə bilim, bağbanız var, nə varsa, bax, bura o kimi nəzərdə tutulub. Öz başdakı otaqdakı istixana kombidir ki. Həyətdə əlavə sanuzellər var. 2 dənə ayrı-ayrılıqda. Keçək bizim bir dənə bağ hissəsini də göstərək. Demək, bura bizi evin ön hissəsi belə desək ki, bağça kimi açılır. Buradan görürsünüz. Hər yavaş-yavaş. Burada belə bizim, belə desək ki, söhbətgahımız var. Qonağın gəldi, evdə olmadı, iş görəndə burada rahat oturub, belə deyim ki, özün söhbət edə bilirsən. Burada belə bir həyətdə, belə desək ki, bir bulaq kimi yerisi var. Keçək bir dənə həyətin sırf bağça hissəsinə, hansı ki, burada dekorativ ağacdan tutmuş, xüsusi olaraq belə desək ki, istənilən meyvə ağaclarına kimi, qızıl güllərinə kimi. Bura basen hissəsidir, görürsünüz. Basen, yəni bilənlər bilir, qışda suyunu azaldılar müəyyən səbəblərə görə. Nə növ ağac desəz var. Plus, qaz, su, işıq, kommunaldan savayı. Bu hissədə isə bizim quyusu var, həyət quyusu deyirlər. Yəni, onun üçün də xüsusi cığır açılıb. Xüsusən burada belə desək ki, ev sahibi it saxlamaq üçün də belə desək ki, yer qoyub. Yəni bağın maşallah olsun, yazda tamam başqa bir görünüşü var. Keçək də indi evin içindən tanış olaq. Kürsülüdür, özünüz də görürsünüz. Maşallah olsun. Rahat 5 daş kürsülüdür. Burada bizim açıq xeyriyyatımızda yenə də vurğulalım kimisi. Girən kimi yer parketli, laminat deyil. Girəndə bizdən sağ tərəfdə, gəl zəhmət olmasa, bir yataq otağımızdır, spalini. Özünüz də görürsünüz. Gəldik bizdən ikinci bir yataq otağımız, uşaq otağıdır. Pəncərələrin hər biri, belə desək ki, öz həyətinə baxır. Heç bir tərəfə baxmır. Bura bizim üçüncü bir yataq otağımızdır. Həm də görsək. Olmasa. Üçüncü bir yataq otağımızı. Bura, belə desək ki, xüsusi belə desək, balaca oturmaq üçün nəsə qoymaq olur. Bura bizim sanuzelimizdir. Duşa kabində həm də. Plus, əsas məsələ gələk bizim burada qonaq otağımız, studiya zal. Bir dənə asta-asta götür, zəhmət olmasa, kunan mebelləri, plus dekorunun barını yeri, nə görürsünüzsə. Ev demək olar ki, müəyyən bir elektronik bəzi əşyalardan savayı hamısı əşyalı verilir. Bəzi şeylər çıxmaq şərti ilə. Start qiymətimiz 300.000 manatla başlamışıq. Sənədimiz paket kurtçadır, yol kənarıdır, yoldan birinci həyətdir. Yəni bu ərazilər hər kəsə bəllidir. Tək torpağın sotu buralarda 15-16 mindən başlayır. Kimə maraqlıdırsa bu yerlər əlaqə nömrəli səhifəmiz var. Bir dənə bizlə əlaqə çıxırsınız, sahibinə sizi görüşdürürük. Sağ olun.